Hal-hazırda hazırlaşırıq. Bütün gün yatandan sonra artıq hazırlaşa bilərik. Bu make-up bagimiz. Bunu İnci mənə alıbdı. Bu əslində şeydir. O şey falan olur. Əl kremi, sonra əl kremi, body lotion. Nəsə belə tip şeylər idi içində. Amma mən bunu təbii ki də make-up bag elədim. Çox qəşəng qabdı. Yəni çox zor deyil sizdə də. Mən çox bəyənirəm. Bəli. Övdükdən sonra artıq keçə bilərik. Bu qaş jeli həqiqətən bu əvvəl belə deyildi. Bu əvvəl bildiyiniz jel kimi idi. Sonra belə oldu bu. Niyə? Ağarmaya başladı. Yəni görək həqiqətən də oldu. Məncə oldu. Deməli, keçən ilin 2-ci semestri mən vlog çəkmişdim. İmtahan yaz semestri adlı bir vlog idi. Mən nədənsə o vlogu çox sevirəm. Arada açıb onu izləyirəm. Əvvəlki xatirələrimi yada salıram. Orada həqiqətən maraqlı anlar idi həmin o semestr və amma universitet həm də həmin vaxtlar mənə görə maraqlı idi, amma indi həmin maraqlılıq artıq yoxdur. Çünki dost qrupumuz dağılıb. Ona görə də əvvəlki qrup olmadığı üçün universitet çox sıxıcı və maraqsızdır. İndi saçımızı da düzləşdirəcəyik. Ona görə də bunu qoyaq qızma. Bəli. Qoyduqdan sonra make-up'ımıza davam edə bilərik. Make-up eləmək istəyirəmmi? Bəli, amma foundation vurmuram. I don't know, blush işlədə bilərik. Gəlin yaşı az işlədə bunu, çox az. Just here. Kaş vurmazdım. Neyse daha vurmuş işledim ki öncədə də. No problem. Və daha sonra bu blush işlədəcəyik. Baxın bu özdə Almanca arxasına yazıb. İndi görün bunu. So weird. Bəli. Məncə oldu mən deyə düşünürəm. Göy tuş vura bilərik, amma vurmayacağım. This is the outfit. Ama outfitim görmür. DG. Yine bol şalvar bu. Her vlogumda bu şalları görə bilərsiniz. Bunu belə eləyək. Okay, nice. Keşke görebilseydim. Bu terlikler, yani damaşniklər, mənim ikonik damaşniklərdir. Çünki bütün outfitlərimi çox gözəl göstərir. Bilmirəm, bu damaşnikdir yoxsa ağdır çöldə geyinmək üçün. Onu bilmirəm. No way.
I don't know. No hat. Tamam, biraz yıkamışsın ağzını. Ben adamın kesinlikle burada akıyor diye kış parkının park olduğunu bilmirəm. Like ama aslında ya burada 50 dəfə getmiş ama xatırlamıram yolları. Ama buradan düzəldi. Saat 8 işləyirəm. Yani telefonumuz arkasında çok gelir. Çok gelir. Video çekimde bakıcı. Ve indi normalde tez gelir. İndi video çekimde bakıcı. That's kind of sad. Sayın geliyor saat. Merkez park ediyoruz. Olmadı. Hemen şey taktı. Nice. Well, that's nice. Hep son dediğin olmuşum ha. Well, that's nice. Well, that's nice. Artık sizi bezdirəcəyəm, yəni vlog çəkmişəm. Bezdirebilirsiniz. Burası. Ben de incitmeyle. Başışma, sən MacBook-u nerdadır? Getirmedim. Görüşüm yok mu? Bu işlə imtihana hazırlaşmırıq. Sen imtihanı sen değilsin. Ben bu profilini daha geçen bu arada. Sen buradan çek. Can Ben de ben böyle 20 sene şey değil mi? Aa, məntiqli. Ayda, çox məntiqli uşaqlar. Sağ olun. Peşlerin kalmış çok yaşayalım. Şöyle de çekmek istedim. Bir tane şey var ya. Reaksiyalara göre söz değilsin. Mesela Dün inci. yo, prosto mən xatırlamışam. Ha, çekeyim şu an var desin. Bəli. İndi bunu da anlamağa. Çox dadlı olacaq, mən sizə deyim. Ooo, batırın içine. Sağ olun. Kremin de düştü. Bu da yemeği var. Kuru değil bu. Ne koydun? İçinde banan var mı? Ha. Nerede var? Banan yapalım. Tamam da kanka, ne var çal. Şey videosu diyorum. Ne böyle mesela şey deyirsən, wow, okey. Birinci əsəbi deyirsən. Ayda yo, maraqlı deyil, xoşuma gəlmir. Niye? Yaxşı, yine yaş. Üzr istəməyəm. Öyle o. Aynen, sen satmıyor, kamera açın. Bilirəm. Mən də düşürəm. Mal demək istədim ama demədim mi? Çok sağ ol, ayağım. Fake ass bitches. Güzel bakışlara bak. Çok sağ ol İnci. Niye böyle bakışsan da orada? Çok sağ olun həqiqətən. Mərci sizlə dostumu bugün sonlandıracağım. İnci boşsan. Yaşayayım. Yazmayacağım artık. İnci boşsan yazmadı. Sevmen olmaz. Uşaqlar boşsun. Sen ol. Ayağının imtihanı var idi ona göre. Ya niye bu böyle? Siz yediniz tutarız daha doğrusu. Tutabilirsin ayağım. Hadi İnci bize makaron getir. Oo, çok yaxşı elədin. İnci çünki çox adam. Ben Al diye İnci. Çok yaxşı. niye nasıl bakıyor? Göğüsünü də götürəlim. Göğüsünü də gətirəlim. Çok sağ ol da kısa zahmet olmasa. Zarafat eləmə İnci. Allah zarafat elə. Ama ben yiyeceğim. Bəli. Şey ayağım ayıdı.
İdə qalmaz. Hələ bir çaya təmət olmaz. Bu çayımız gəlsin. Onun çay sıxmıyor. Yaxşı yemirəm. Tərbiyəsiz. Bir də görüm ki, nəlini qırıq yazıb ki, inci boşsan. Necə yəni? Boşsan nədir? Boşlasan yenə sevgili olacam səndə. Yəni ki, o bilsən nə deməkdir? Yəni, ayam mənim maraqdır. Ayən sənin sabah imtahanın var da bilmirdim. Onun da var sabah İncinin nə olduğunu bilmirdim. Nə vaxt yazmışsın? Hayır, bir yerdə dedim ki, əlimdə var. Yo, onu görməmişim, bağışla. Uyda, səhv mən çıxdım. Sən kız səhvsən. Çox sağ ol. İşte bugün karşınızda sırası mənə gəlibdir. Hər dəfə ayaq eləyirdi. Eləyə bilmədim. Ay ben, indi mən eləyəcəm. Görün, öyrənin. Üstünə tökmərəm, incin narahat olma. Qərar verdim ki, 71 sual hamısını öyrənməyəcəm. 8 sual qalıb, 8-ini öyrənəcəm mən istəyəm. 8 sual qalıb? Mən 8-ini öyrənəcəm, yəni. Öz beynimdə belə şeylərim, belə uzlaşdırdım. Mikrofon değil, şeydi, basılsan video çek. Görünmüyor şu an. Şimdi yaptığınız görünmüyor. Gel. Very delicious. Bakın. O güzel şey. Yanlış olan ben çok güzel. Ay da bunu çeşit. Orada düşmüş ters. Yoxladı uşaqlar. İndi yenə yoxlayıb, bilmədik. Benim. Öyle çok kötü uşaqlar falan. Biz geçen yılımız. Önce birden kontrol edelim telefonun. Ay üstten basmadı ya. Ben en çok şokoladını beğendim. Şokoladlı. Ben de şokoladını beğendim. Ben de şokolad. Aynen ben Ayağın olmadı, şokolad. İncinin aksentine dedim ben. İnci şokolad değil. Şokolad. Şokolad. Ben aksentimle danışdım. Ben sen aksentini danışa bilmiyorum bağışla. Aksentin evet. Nelçe de bağışladım. Nelçe mi? Kuba aksenti. Şey Amerika, Kuba ştatı. Ay çok yemek. Keşke yemeği yiyebilseydim. Ya ben de yan oturmaya gidiyorum. Ben de çok benim ağrıyor. Yan oturanda bunlar. Bunu ben kabağımı koymayaktan olur. Safişin. Çok seviyorum bunları. Ne? Safişin. Onun için bir. Safişin ve Seda Sayın. He o tamam. Seda seni tanıyırım o benim bilmem. Safiş onun best friend'i. Yok yine. Bu şunun yapılan kıymet ne kadar iyiydi ya? Soruşma. Olmaz. Ben kusum demiyorum. Bakarım. Bunu yatırdırmam. Niye yatırdırdın ki? Başla. Vallahi. Böyle iyiydi. Bak her şeydi barbelerimiz. Şokolad. Təsəvvür indi hərəsi 10 manat. 10. Həmişə ondan satılır. Bax. Özünü içərsən. Yəni imtahana görə, İmtahanlara göre. mən də. Mənim imtahanım 8-dir. Hayır rahatam. 73 dolar yanılsa. Yox. Alman dildə. Aksız. Azlaşmasın bence hiç olmaz. Yox, acısın. Sən nə istəyirsən? Hadi söhbət açıyor. Ben de ayın 11 aktis imtihanım var. Kesileceğim inşallah. Aktis imtahanı nədir bilmirəm. IELTS imtahanına oxşar onu. Ben imtihanını vereceğim ama ben de bilmiyorum içine. Benim derdim yoktu. Burada şey işçilərə narahatlıq verir, məncə. Narahatçılık yok, narahatlık. Bəli, bəli, düzdür. Fermani mən də salam olsun istedim. Birdən oxuyurmuş, şey, baxırmış da biliyorum. Bakın ben ilk defa şüvenlik almayayım.
Qrup dildə. Deməli, psixologiyadan müəllim bizə tapşırıq veribdi, 5 nəfər ilə. Hə. Deməli, bir qız video çəkibdi, amma o səhvə deyibdi hər şeyi. Müəllimin kriteriyalarına uymur. Bir qız həmin qızın çəkdiyi videonu tərdən çəkdi. Hansı ağıldan bilmirəm. Kopyalayıb yəni. Eyni eksperiment aparıb da fərqli aktivitelər eləməli idik, gedib eynisini eləyirdi. Mən də axırda qrupa yazdım ki, bütün yük onsuz da mənim üstümdə düşür. Çünki videolarınızda səhvdir, mən başdan eləməliyəm. Həm videonu editləyəndə yoxsa onda mən eləməliyəm. Ona görə mən ümumiyyətlə sizdən ümumiyyətlə qrup şey eləmirəm və mən özüm tək edirəm. Hə. Sonra qrup birdən şeydir, deadline-a 8 saat qalmışdı da. Səhərsi gün mən bunu yazdım. Niyə belə bir şeylə bildirmirəm? Çünki heç kim işin eləmirdi və ben 3 dənə prezentasiya vermişim. Üçünü də mən düzəltmişim, hamısının adını yazmışam. Hələ keçən prezentasiyamızda mən qrupa attım linki, eləmirdilər də nə bilim. Attım linki, dedim ki adlarınızı yazarsınız, onu belə yazmadılar. Və mən getdim onların adlarını yazdım ora. Bilmirəm vəbşə sizlə. Yaxşı elədin. Hamısı şəxsinə yazır ki, indi mənim videomu əlavə edərdim, amma 2 dənədir. Mən deyirəm, sən 2 dənə videomu mənə faydası var ki, onsuz da mən bunu eləmişəm. Neyse, bilmirəm məndən küsüblər ya, amma mən. Böyle yalvaracağım. Bəli, bəli. Mən onun üçün qrup işindən zəhlənmirəm. Mənimdirəm. Biz olmuyor. Yəni, danışmaq istəyənim. Elə yox, sərbəst iş oldu belə. Sərbəst iş adı ilə olmuyor. Prezentasiya. Hə, biz də prezentasiya deyirik. Yox, bizdə sərbəst iş. Word-də yazır. Keçən il eləyirdik prezentasiya. Bu ancaq Word-də yazır. Dinlə deyim. Bəli. Deməli, mən prezentasiyanın yazısında atmışım onlar ki, hamı öyrənsin. Nə? Zor yaxınlığa hala gəldi. Mən deməlim ki, onu indi demişdi yaxınlığa. Bəli. Nə olar bizi? Zarafat eləmə o vaxt. Hə, neysə. Mən sözləri belə atdım ki, hər öz bir dənə yeri götürsün, danışsın. Başlamışım prezentasiyanı danışmağa, bir də gördüm uşaqlar dayanıb üzrə baxır. Ki, həmin yeri öyrənməyiblər. Ona görə mən öyrənmişim amma. Mən dəfdən dedim ki, öyrənim yenə, birdən mənim sual verər. Ahmet belə bir tane. Hə, bir də görüm baxırlar mənə ki, nə eləmək lazımdır. Mən də başladım danışmağa həmin yeri. Və sən 10 bal aldın. İnşallah. 6 baldan 4 bal verdim. Nə? Hə. Niyə? Niyə belə bir şey baş verdi? O bir uşaqların yerini bəyənmədi. Hə, ona görə kəsdi, hə. Ona görə mən. Ama bizdə elə olmur heç vaxt. Yəni kim necə danışsa ona o qələbə olur. Birinci semestr, birinci prezentasiyonumuzda elə eləmişdik. 2-də üzr kəsdi. Bizdə Bizdə yaxşı elə, idi. bizdə Bizdə qrup ancaq şey- oxuyan uşaqlar idi deyə hamısı yaxşı danışmışdı. Qrup işi deyəməz kəsmək normal olur. O bir nəfər deyil. Bir də belə deyir, gətirib belə deyir. Deyir ki, birinci mənə belə razı görmüsünüz onu. Tam deyil. Niyə? Lütfen. Aha, buyur. Günü mənə istəyərsən. Heç istəməm. İstəyər. Yo, bizdən biz almırıq onsuz da. Prosta nə istəyərdin? Çox sağ ol. Mən istəyərdim. İstəyərdim bir dənə body kartı. Allah. Maşın istəyərdim. Maşın var da yana. Elə bir ehtimal var ki, sənə maşın olar. Okey, sənin maman atan nə var sənə? Yoxsa da adı gedəcək? Telefon. Məcbur sanırım. Telefonda. Yox, kötü. Çünki telefon istəmirəm. Uçmuşam, görmüşəm. Biz o vaxt görüşdük. Mən o vaxt danışmırdıq biz. Danışma. Yo, danışmarsın, mən dostum. O vaxtlar nə deyil? Amma yaxın deyil. 9-cu sinifdədik. Biz çox uzaq idik o vaxt. Deyəm, mən göstərim. Zaman kalmışdı. Anam almışdı, çoxdan almışdı. 2 dənə mikrofon. Anam video çəkirdi, zat göstərirdi. Ama ne işləyir bunu? Bilmirəm mən sana. Heç bilmirəm. Bilmirsən? Yox. Həqiqətən işləyirlərdi. İndi də işləyir, Başqa şey də işləyir. başqa yerlərdə də işləyir. Çox istəyən yerdə belə. Hadi var ki, galiba.
Uşaqlar, mən internetim yoxdur. Ona görə mən estetik pozlar verə bilməyəcəm. Nətər? Mən estetik pozlar verə bilmirəm, yəni kompüterimdən. Ona görə kompüterimizi söndürürük. Yaxadan nədir ki? Mən hər yerdə şişə bilmirəm. Kompüterim necədir uşaqlar, bəyəndiniz? İndi kameramızı çıxarırıq. Qulaq asdın mı deyəsən? Uşaqlar, mənim... Sən atmışdım qrupda. Sən atmışdın? Yaxşı. Çünki sən bəyənmirsən belə mahnıları. Qrupda mən yoxam da, mən yox sayıldım. Ya sən Yo, mən gördüm, prosta mən mahnı 50 dəfə qulaq asandan sonra bəyənirəm, bunun görə. Gel. Wait a minute. Kompüterimizi koyalım buraya. O yerleri de oturuyor. Yemiyor. Bu anı artık ölümsüzleştirdik. İfşamız var artık. sırasını götürdü ama həkim biraz burnunu qaldırdı. Ama dedi ki, istəsən səbirli. Bu mesela məndə şeydir, düşür aşağı. Ətdir. Ama sende de boğazı. Burnu bazı ola bilər, prosta şeydir, ətdirdi və aşağı düşür. Ay, sən burnumu qaldırmağın yeri yoxdur. Michael Jackson oxşuyur. İnşallah vlogumuzu burada sonlandırırıq. Sonlandırmıyor çünkü mənə zəhmət bir dəstək olun. Çünkü Bunu buraya yapıştıra bilərik. Görsənmirik. Yaş aşağıdan. Allah! Yaxşıdır. Sən orada dur. Ne olar düşmə, xahiş edirəm. Bu səslərə baxın, əzizlərim. Baxın, mənzərəyə baxın. Sizcə bunu əzbərləyir. Bəli dostlar, vlogumuzun sonuna gəldik. İndi bir dənə manifest grubu gibi... Ne idi? Merhaba, biz manifest. Ben niye bu kadar manifestin danışıyorum? Çünkü şu an ben manifest falan değilim. Manifest zat değilim. Bence sen manifest fansın. Yo, ben manifest Son falan aralar değilim. bəyənirəm. Manifest. Böyle deyirdin tanımıram. Bayağı dedi tanımıram. Hə, heç nə onda. Mən əksinə mahnıları bilmirəm. Ay yo, ben biləm. Bir də zamansız. Zamansızlık ilk başta. Kalan bilmem. Her şey inşallah. Sağ olun. Hələlik. Özünüzə yaxşı baxın. İnci düşmür, hə.